Türk dilli ölkələrin mədəniyyət və adət-ənənələrini yaxından tanımaq və türk dilini dünyada təbliğ etmək üçün İstanbulda 500 min şagirdin iştirakı ilə olimpiyada keçirilib. 10-cu dəfədir ki, keçirilən olimpiyadada Azərbaycanlı məktəblər də fəal iştirak edib. Mayın 30-dan etibarən Türkiyədə 10-cu beynəlxalq türk dili olimpiyadası keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd türk dilini dünyada tanıtmaq, müxtəlif ölkələrin mədəniyyətlərini, adət-ənənələrini və milli dəyərlərini bir araya gətirməkdir. 14 iyuna qədər davam edəcək beynəlxalq türkçə olimpiyadasında 135 ölkədən təxminən 500 minə qədər məktəbli iştirak edir. Bu olimpiyadada həmin məktəblilərin müxtəlif yazı yazma, mahnı oxuma və digər qeyri-adi bacarıqları nümayiş olunur. Özünüz də gördüyünüz kimi Azərbaycan da bu yarışmada qatılıb və Azərbaycan məktəblərinin təxminən 400-ə qədər məktəbli iştirak edir. 10-cu dəfə təşkil olunan olimpiyadada Azərbaycanın təmsil olunduğu cuşə fərqliliyi və genişliyi ilə diqqəti cəlb edir. Ölkəmizin tarixi memarlıq abidələri, musiqi alətlərinin maketləri xarici qonaqlarının diqqətini çəkir. Çağ öğretim işletmələri şirkətinin rəhbəri Ənvər Özürən deyir ki, statistikaya əsasən 10 il əvvəl 300 min insan türkçə öyrənirdisə, hazırda bu rəqəm bir neçə milyonu haqlayıb. 10 il önce 17 ülke katılımıyla gerçekleşen bu olimpiyatlarda bugün biz yaptığımız istatistiki değerlendirmelerde dünyada 300 bin insan Türkçe öğrenmiş. Ama bugün 135 ülke katılıyorsa bir 10 yıl sonrasında şunu demek olar. Dünyada 5 milyon insan Türkçe öğrenmiş olur. Bir zenci ile bir sarışın Türkçe birbirlerine espri yapıyor. Çok tatlı bir şey. Can Azerbaycan, güzel ülke, kardeş ülke. Toplum benziyor, kültür aynı, dil aynı, anlaşabiliyoruz. Bütün ülkelerin aynı dili konuşması bizi mutlu ediyor tabii. Özellikle de bu dil Türkçe olunca çok mutluyuz bu durum. Azerbaycanı çok güzel temsil ediblər. Hem mətbəxini, hem incə sənətini, hər çox gözəl, çox fəxr edirəm. Olimpiyadanın 3-cü günü isə Azərbaycanın gününə həsr olunan konsert keçirildi. Proqramda olimpiyadada iştirak edən məktəblilər bacarıqlarını göstərdilər. Qeyd edək ki, olimpiyada iyunun 14-nə dək davam edəcək. Ötən il Azərbaycan yarışmada 7 qızıl, 10 gümüş və 4 bürünc medal qazanıb. Elvin Dəmirli, Rəşad Əbilov, Son Xəbər, Türkiyə, İstanbul.